Məhərrəm müəllim, 22 uşağın 22-sinin də kəsəgəsi var. 22'si yox. Neçəsi var? Bir dəqiqə. Bax bu uşaq yoxdur. Mən bunu bilirəm ki, yoxdur. Heç bir müəllimdə də kəsəgə yoxdur. Uşaqlar, bu İsmailin üzünü görmüsünüz? Görməmişsiniz ki? Tanımırsınız da. Heç görməm. Adın nədir sənin oğlum? Nə? İbrahim. Sən gündəlik gəlirsən dərsə. Görmüsən bu uşağın İsmailin adını? Bizdə elə başlayıcı ad var özü. Bütün fənlərdən bu uşağa kəsəgə qiyməti yazıb. Necə yazmısınız? Burada müəllim, burada kəsəgə Namazov İsmail, sənin səhifəndə kəsəgə 1 Kimin adamıdır? Afaq tapşırıb niyə yazırsan? Niyə sən yazırsan? Bütün səhifələrə cəmaata qiymət yazmısan. Niyə yazırsan? Müəllimlər bilirlər, demişəm. Sadəcə Müəllim deyir, mən uşağı görməmişəm. Heç birinin summativi yoxdur. Bu uşaqların özü deyir ki, biz bu uşağı görməmişik. İndi onu siz gedin onunla həll edin. Onu niyə həll edirəm? Sən götürüb qiymət yazırsan. Sənin nə ixtiyarın Siz var? ona elə bir problem üzləşsəz, ona nəsə deyə bilərsiniz. Mən deyə bilərəm, mən eləmərəm. Mən eləmərəm onu. Sabah çünki o üzünə durmayacaq. Sən üzünə duracaq. Deyəcək, heç xəbərim yoxdur. Sən öz xətti ilə götürüb müəllimlərin səhifəsinə yazı yazırsan. Niyə? Onlar mənə dedilər ki, yəni qiymət üzrə nə istəyirsən onu yaz.